adı leqali matıdır. Deməli, mat qaralara tətbiq olunur. Deməli, gedişlərə keçək. Y4, Y5, at F3, at F6, fil C4 və qaralar burada oynayır D3. Daha doğrusu D6. D6 burada oynayırlar, deməli, piyadanı qorusunlar, həm də ki, filin qabağını açsınlar. Yəni, C8-dəki olan filin yolunu açsınlar. Deməli, biz də burada inkişafımızı davam elətdiririk. Biz burada oynayırıq, deməli, at C3. At C3 oynadıqdan sonra qaralar oynayır burada fil J4. Fil J4-dən sonra biz burada, deməli, oynayırıq H3. H3 gedişindən sonra qaralar filini atın qarşılığında dəyişməmələri üçün H5-ə atını çəkir və biz də burada deməli Y5-dəki piyadanı vururuq və vəzirimizi qurban veririk. Vəzirimizi buradan vurduqdan sonra biz burada artıq özünüz də tapa bilərsiniz, 2 gedişliyi mat qoyuruq. İlk gedişimiz fil vurur F7, qara şah götürə bilmir, çünki at qoruyur F8-dəki fili. Ona görə məcbur olurlar Y7 oynasınlar. Biz də burada at D5 oynadıqdan sonra mat qoyuruq və yəni lövhədə belə gözəl bir mat olur. Gəlin başqa bir situasiyaya baxaq. Əgər qaralar görsə ki, biz burada mat qoymaq istəyirik, onlar bizim vəzirimizi yox, atımızı götürə bilərlər. Biz də burada vururuq H5-dəki fili. Əgər C4-dəki filimizi götürsələr, biz vəzirlə B5-dən şah veririk və C6 gedişindən sonra C4-dəki atı götürürük. Burada lövhədə görürük ki, ağlar bir piyada üstün olur. Həm də ki, vəzir daha aktiv, qaralarda, misal üçün görürsünüzsə, iki yüngül fiqur inkişaf etməyib. Ağlar isə bir gedişə qala qurma qururlar. Yəni, həm inkişafda, həm də bir piyada üstünlüyü ilə burada ağlarda yenə də vəziyyət yaxşı olur.